Bir paltarımı, uşağa aid bəzi şeyləri götürdüm, çıxdım evdən. Mən düşünürəm ki, məsələn, bu situasiyada çox eşitmişəm. Analar və ya atalar deyir ki, mən övladımı düşündüm, ömrümü ona fəda elədim, dözdüm orada qalmağı, boşanmadım. Amma əslində düşünürəm ki, bu sizin danışdığınız nümunədə əsl sağlam fədakarlıq o ananın elədiyidir. Bir pasiyentim yadıma düşdü. O 16 yaşında oğlunu gətirmişdi. Əslində imtahan həyəcanı ilə gəlmişlər. O yəni aidiyyatı yox idi. O həyat hekayəsini mənə danışmışdı. O deyir ki, mən uşağım körpə olanda 6 aylıq. Mən deyir uşağı da götürdüm, çıxdım evdən. Yəni bir paltarla, bir də uşağa məxsus bəzi şeyləri götürdüm deyir. Mən deyir ondan sonra mən evsizdir, eşiksizdir. Mən ondan sonra xalam gildə deyir qaldım. Və xalamın da xoşuna gəlmirdi mənim deyir orada məskunlaşa bilməzdim ki. Xalam gildə deyir qaldım və mən başladım axtarmağa. Axtaranda deyir bilirsiz nə tapdım? Bir nəfər deyir evinə xadiməçi istəyirdi. Həyət evi idi və həyətdə də bir ev tikmişdi. Həmişə qalsın orada və bizə kömək eləsin. Yəni mən getdim deyir orada məskunlaşdım. Mən uşağımı orada deyir böyütdüm. Yəni səni o qədər incitməlidir ki, sən oradan çıxasan. Səni o qədər incitmir ki, sən oradan çıxmırsan.